Cavad, bəli, cavad. Arvadın evdə olmayanda neynəsən? Vallahi arvad evdə olmayanda fəqət istirahət edərəm. Dedi evdə olanda ne? Onda da istiqamət edərəm. O şah o denə də. Bilmədim hansıdır, Hamid. Xoş günün hansıdır? Getmişdi misafirətən. Bəli. Soğuşu, yoldaşdan soğuşu ki, ömrünün o xoş günlərindən deyə biləsən. Deyir, niyə? Deyir, valla o Kərbəla misafirətinin dadı indi də damağımdadır. Deyir, biz həmişə bilirsən Kərbəlaya getməmin. Deyir, mən getməmişdim ki. Arvadı 23 gün yollamışdım Kərbəlaya. 23 gün fəqət yaşadım. Bir ağa Furuzgahda bir dana xoşçil xanımı görür. Yox, geçin buna salam ver. Salam ver bu xanım. O da salama var. Əhval yaxşıdır, sağ olasın. Xanım, hala təşrif aparacaqsınız. Deyir, Türkiye'ye deyəcəm. Nə əcəb gedəcəksiniz? Deyir, bəşdə ha, siz kimsiniz? Mənə müzahim. Deyir, xanım, yox valla, mən əslən müzahim olmuyor. Əslən qəsdi müzahimətim yoxdur. Mən bir saatdir arvadı itirmişəm. Dünyanı vurmuşam. Bir-birinə mən bunu tapamıram. Onun da bir dana xasiyyəti vardır. Mən bir dana xoşgil xanımla danışanda cin kimi nümayanı. Hamıza sağlığınıza, inşallah ki bu neçə dənə lətifə ilə hələ bir iki gün geciləsin. Allah'a tapşıram, xoş olasın.